Tam dəyərli izləyicilər, əziz tələbələr və şagirdlər. Bugün sizin əziz sevərlər üçün növbəti dərsimizdə görüşürük və mən sizə müxtəlif məsələlər və tənliklər həll edəcəm. Məsələ 1. 125 ədədini elə 4 hissəyə bölün ki, birincinin ikinciyə nisbəti 2-nin 3-ə kimi, ikincinin üçüncüyə nisbəti 4-ün 5-ə kimi, üçüncünün dördüncüyə nisbəti 6-nın 11-ə nisbəti kimi olsun. Birinci hissəni tapın. Tutaq ki, 125 ədədini X, Y, Z, T kimi 4 hissəyə bölmüşük. Bu deməkdir ki, X plus Y plus Z plus T bərabərdir 125-ə. Məsələnin şərtinə görə bizdən X-i tapmaq tələb olunur, birinci hissəni və yenə məsələnin şərtinə görə X-in Y-ə nisbəti bərabərdir 2-nin 3-ə nisbətində, Y-in Z-ə nisbəti bərabərdir 4-ün 5-ə nisbətində, Z-in T-yə nisbəti bərabərdir 6-nın 11-ə nisbətində. Və buradan alıram Y bərabərdir, birincidən tapıram 2-də 3x-ə. İkincidən Z bərabərdir 4-də 5 Y-ə və T bərabərdir 6-da 11 Z-ə. İndi bizdən X tələb olunduğundan hamısını X ilə ifadə edəcəm. Birinci hazırdır elə. Onda Z bərabər olacaq. Z bərabərdir 4-də 5. Y-in yerinə qoyuruq 2-də 3x-i. Bu da bərabərdir 8-də 15x-ə. Və buradan T bərabərdir. T bərabərdir 6-da 11, Z-in yerinə 8-də 15, X, 6 ilə 15 yığsar oldu 3-ə, 2, 5. Deməli, 16-da 55X. Və bunları gətirib şərtdə yazanda olacaq X, üstəgəl 2-də 3X, üstəgəl 8-də 15X, üstəgəl 16-da 55x bərabərdir 125-ə və alırıq, ortaq məxrəcə gətirsək, alırıq 16-da 16x plus 24x üstəgəl 30x üstəgəl 55x bərabərdir 125-ə. Aldıq ki, 16-da 125x bərabərdir 125-ə, 125 yığsarı oldu, X bərabərdir 16. Beləliklə, məsələnin cavabı X bərabərdir 16 olur.